Naxçıvan Qaranquş Bələdiyyəsi 29 dekabr 2025-ci ildə 38 sayılı iclas protokolunun qərarına əsasən Qaranquş Bələdiyyəsi ərazisində 6 dənə əstəminatlı ailələrə 8 adda ərzaq yardım eləyir. Bugünkü gün indi bu ərzaq yardımını həmin o sakinlərə nümayəndələrimiz tərəfindən çatdırılacaq. Bir daha bütün Qaranquş Bələdiyyəsi ərazisində vətəndaşları qarşıdan gələn Ümumdünya Azərbaycanlılar Günü münasibətilə və yeni il münasibətilə təbrik edirəm. Onların can sağlığı Qaranquş Bələdiyyəsində hər zaman Qaranquş Bələdiyyəsi ərazisində yaşayan sakinlərin qulluğunda durmağa hazırdır. Çox sağ olun. Sağ olun. Bir şeydə xatırladım ki, Qaranquş Bələdiyyə sədri tərəfindən göstərilir verilib ki, yardımlarla bağlı heç bir ailənin ünvanı göstərilməsin, ona görə də çəkilişimiz bura qədərdir. Qaranquş Bələdiyyə sədri Azər müəllimin tapşırığı belə olub və bu işdə əziyyəti olan Qaranquş Bələdiyyə sədri başda olmaqla bütün kollektivə təşkil edirəm ki, hər zaman xalqının, millətin yanında olaraq onlara mənəvi maddi dəstək göstərməyə hazırdır. Var olasınız.